mütəxəssisdir. Gəlin xanım, bugün maraqlı bir mövzunu müzakirə edəcəyik, əziz xanımlar. Etiket qaydaları bilirsiniz ki, çox maraqlıdır və çox önəmlidir bizim üçün. Xanım bizə belə bir təklif elədi ki, bugün ilk görüşdə olan etiket qaydalarından danışaq. Bir xanımla bir bəyin ilk görüşündən danışacaq, düzdürmü? Xoş gəldiniz xanım, necəsiniz? Salam, xoş gördük, təşəkkür edirəm, siz necəsiniz? Mən də əlayım, çox sağ olun. Bugün sizin sayənizdə müəyyən sirlər açıqlanacaq. İndi etiket qaydalarına görə, əgər bir xanım, tutaq ki, nişanlısı ilə ilk dəfə görüşəcək, o vaxtki adət, ənənəyə görə də, Bəli. Görüş ümumiyyətlə kim tərəfdən təyin olunmalıdır? Məkan, yer? Bəli. Hər birimiz görüşdən əvvəl həyəcan keçirdirik. Hər iki tərəf məncə həyəcanlıdır. Məncə də. Bəli və etiket qaydaları bu həyəcanı necə aradan qaldırmaq üçün bizə kömək edir. Görüş əlbəttə təyin etməlidir cənabımız. Xanımı dəvət etmək üçün təşkilatçı rolunu oynamalıdır, məkanı seçməlidir, sonra vaxtı seçməlidir, xanıma uyğun olan vaxtı. Ondan sonra xanımı dəvət edə bilər. Məkan seçimi hər zaman cənaba aid olmalıdır. Bu onun həm təşkilatçı bacarıqlarını göstərir, həm də onun zövqünü göstərə bilər. Bayaq yaxşı bir məsələyə toxundunuz ki, xanım da o anda müşahidəçi rolunda olur da, baxır görsün ki, bəy onu hara dəvət eləyir, nəyə dəvət eləyir, yəni bu nahardır, bu bir çaydır, qəhvə süfrəsidir. Bəli. Müasir xanımlar əslində çox aktiv xanımlardır, hərəkət etməyi sevən xanımlardır, rollar oynamağı sevən xanımlardır. Etiket onu deyir ki, müşahidəçi rolu ən təhlükəsiz roldur. Yəni biz o rolla bir görüşə getsək, bir cənabın müşahidə özünü necə aparır, bu bizə çox məlumat verə bilər. Yəni, əslində o xanıma görə də dəyişir, vallahi elə xanım var ki, müddət keçir, yenə də içində o ümidini itirmir ki, bəlkə, o bəlkə əslində olmur qızlar, özümüzü aldatmayaq. O ya var, ya yoxdur. Amma mən həmişə ümid edirəm ki, insan istəsə dəyişə bilər. Doğrudur. Bax, həmin o ümid olan gün bu günümüzdür. Tutaq ki, görüşdülər. Bəy artıq xanımı gözləyir. Bu artıq hər kəs bilir də ki, bəy avtomobilin qapısını açmalıdır, xanım enməlidir və pilləkənlərdə ilk növbədə xanım mı öndə getməlidir, yoxsa bəy mi? Gəlin mən sizə görüşdən əvvəl, görüşmədən əvvəl başlayır. Evdə hazırlıqdan danışım xanımlar üçün, onlar necə hazırlanmaq və o yerlərə gəlib çatacaq. Evdə kimlər görür ki, necə hazırlanır? Xanımın özüm seçimi haqqında danışmaq istərəm ki, onun seçdiyi rənglər, geyimi. Hətta mən bu günlərin birinci görüşə gəlmiş kimi geyinib görüşmüşəm. İlk görüşə gedən xanım belə geyinməlidir. Rəngləri də çox gözəl seçir. Bəli, rəngləri seçim haqqında danışa bilərəm. Rənglər mavi rənglər, qəhvə tonları ola bilər, paylaşım rəngləridir mavi rənglər. Əgər qarşı tərəfi danışdırmaq istəyirsinizsə, qəhvə tonlar seçə bilərsiniz. Bu zaman insan danışmaq istəyir, paylaşmaq istəyir. Hər rəng istər-istəməz insanı danışdırır. İlk görüşdə kim daha çox danışırsa, o daha çox vurulur. Danışan adam özü vurulur. Bəli. İndi onları bir sözlüyüm. Misalım məndən uzaq. Tutaq ki, mənim peşəm danışmaqdır da. O sükutu aradan qaldırmaq üçün istər-istəməz danışmağa çalışırsan. Düzdürmü? İlk görüşdə belə bir məqam var ki, xanım əyləşən zaman gülümsəməlidir və gözləməlidir. Mövzuya bəy birinci, cənab birinci başlamalıdır. Bəy utancaqdırsa danışmayacaqsa? Sonda axır danışacaq. Bizim gülümsəməyimiz, zərifliyimiz onu danışmağa kömək edəcək. Və görüş sanki bu tenis topu kimidir. Həm dinləmək çox vacibdir. Etiket onu deyir ki, davranışda rahatlıq ilk öncə dinləməkdən başlayır ki, siz dinləməyə başlayırsınız qarşı tərəfi və o başlayır danışmağa və ondan sonra sual-cavab yaranır. Hətta görüşdə veriləcək bəzi suallar var, bu haqqda danışmaq istəyərəm ki, internetdə araşdıra bilərsiniz, 36 sual var. Bəli, internetdə araşdıra bilərsiniz ki. Bu böyük bir imtihana hazırlıq ki, o 36 sual hamısını əzbərləməliyik. Xeyr, əslində bilsək daha yaxşı olar. İlk görüşdə çox ağır mövzular danışılmaz, çox yüngül mövzular danışılır. Bunun adı small talking, yəni mən hər şey haqqında danışıram. Kiçik söhbətlər. Hava haqqında danışa bilərəm, şəhərdə olan tədbirlər haqqında danışa bilərəm. Birinci görüşdə heç bir zaman maliyyə vəziyyətdən, keçmiş münasibətlərdən, dediqodudan, siyasətdən danışılmaz. Bunlar ağır mövzular olur. Baxın necə sükut olub, hamısı necə diqqətlə sizi izləyir. Səma xanım, diqqətlə dinləyin. O 36 sualın bir neçəsində biz artıq toxunduq. Bəli. Əsas məsələ
Geyimdən hazırlaşmadan gedəndə xanımlara tövsiyə odur ki, ən şık gündəlik geyiminizlə gedin. Sanki rəfiqənizlə necə görüşəcəksiniz, elə hazırlaşırsınız. Siz də bayaq dediniz ki, qəhvəyi rənglər və ümumiyyətlə mavi rənglər, yəni də səliqəli şəkildə. Amma mən düşündüm ki, yəqin xanımlar ilk görüşə gedəndə dolabındakı ən gözəl geyimi, libası geyinmək istəyir də, düzdür? Bəzənmək istəyir, gözəlliyinə bir gözəllik qatmaq üçün bol-bol makiyajdan istifadə edir, bol-bol ətirdən istifadə edir ki, bəzən düşünmürük də, bəlkə qarşı tərəfi o qıcıqlandırır. Bəli, doğrudur. Çox düz qeyd etdiniz. Bunlar etiket qaydaları deyir ki, birinci görüşün məqsədi bir fikir yaratmaq deyil. Birinci görüşün məqsədi rahatlıq yaratmaqdır, komfort yaratmaqdır ki, qarşı şəxs də sizinlə bir yerdə özünü rahat hiss etsin, siz özünüz də özünüzü komfortla hiss edəcəksiniz. Birinci görüş kiçik bir siqnaldır ki, biz bir-birimizi tanımağa hazırıq. Buna heç bir vaciblik yükləmədən görüşə getməliyik, yüngül getməliyik. Mənim bir sualım var, amma mənə elə gəlir ki, qızlar, bu arada siz də qatıla bilərsiniz, suallarınız varsa. O ilk 3 görüş, məncə o bilirsiniz necə belə gözə pərdə salmaq kimidir. Bilirsiniz niyə? Siz danışdıqca yaxın keçmişə nəzər salanda, indi ətrafda dostlarımızın, tanışlarımızın o ilk görüşlərin təəssüratlarını danışarkən, hər kəs ilk görüşdə ideal görsənmək istəyir. Sanki mən bir mələyəm, qanatlarımı niyə görmürsünüz? Əslində, bəlkə də elədir. Sadəcə olaraq o iki insan ki, bir-birini tamamlayırsa, nə xoş bizə. Amma tamamlanmırsa, hər birimizin içində o mələk də var, o digər xoşa gəlməz tərəfimiz də var. İndi kim kimi oyatdıdırsa. Bəli, birinci görüşdə çox çətindir bunu görmək. Ona görə birinci görüşün məqsədi elə rahatlıq və komfortluqdur. Mən birinci görüş 1 saat yarım ola bilər. Ondan çox ola bilməz. Bəs çox maraqlıdırsa o yəni istəmirsən də, nə qarşı tərəf istəmir, nə desən. Onda nə kim o görüşü son qoymalıdır ki, bugünlük bu qədər bəs. Bir leydi əslində son qoymalıdır. 1 saatdan sonra artıq evə getməsi haqqında məlumat verməlidir ki, mən artıq evə getməliyəm. Sanki tam sona kimi doydurmamalıdır qarşı tərəfi. Bu çox önəmlidir qızlar, onu söyleyeyim sizə. İndi hər halda evdə böyüklərinizin xəbəri varsa, adətən onu ana edir ki, qızım artıq evə gəlmə vaxtıdır. Ya da ki, onu rəfiqələr eləyir. Hə, vəziyyət necədir, hər şey yaxşıdır. Təbii ki, o zamanda deyə bilmirsən, axı hər şey çox gözəldir əslində, biraz da qala bilərəm. Yox, artıq sağollaşmaq vaxtıdır. Onu necə deməliyik kübar şəkildə ki, biz indi gedirik, amma yenidən qayıtmalıyıq. Burada 2 siqnal var. Əgər bir alicənabından xoşumuz gəlirsə, birinci siqnal olur ki, biz ona icazə veririk ki, o bizi yola salsın. İkinci siqnal odur ki, biz evə çatandan sonra tez yox, 1-2 saatdan sonra biz yaza bilərik ki, görüş çox xoş keçdi, təşəkkür edirəm, təşəkkür edirəm. Bu 2 siqnalı alan cənab artıq ikinci dəfə görüşü təklif etməyə hazırlaşır. Əgər bu 2 siqnalı vermək istəmiriksə, onda icazə vermirik ki, o bizi yola salsın və təşəkkür mesajını... Bəs onu kübar şəkildə necə demək lazımdır? Bəyənmədi. Nə bəy xanımı, nə xanım bəyi bəyənmədi. Biz qeyd edə bilərik ki, məkan çox gözəl idi, səndən çox maraqlı idi, amma təəssüf ki, ikinci görüşü etməyə vaxtım yoxdur kimi belə bir məqamla siqnal verə bilərik. Zaten bir alicənab onu yola salmamaq və yaxud da sonra geri dönüş etməməkdən artıq anlayacaq ki, ikinci görüş olmayacaq. Bu biraz qəliz məsələdir əslində. Bəzən olur ki, o siqnal tam qarşı tərəfə çatmır, bəzən yox, israrla təkid olunur, düzdür qızlar. Baxın, baxışlardan həmən hiss elədim ki, bu vəziyyətlər yaşanılıb zamanında. Olsun, amma inanırsınız, siz danışdıqca mən nədənsə uşaqlıq dönəmindəki o baxdığım filmlər gözümün önündə canlandı. Bilmirəm, indi bu kimi hisslər bugün yaşanılırmı? Kaş ki yaşansa. Hə, Leyla bilirəm ki, deyəcək yox. Məncə yox. Bəlkə də mən də Leylanı dəstəkləyəcəm. Keçmişdə daha gözəl idi. Leyla, bizim hələ keçmiş üçün danışmağa çox gəncik bu bir. Doğrudan. Əlbəttə, həyat elə gedib başlayır və ümumiyyətlə yaş yoxdur. Xanımların həqiqətən də yaşı yoxdur. Doğrudur. Ruhsal yaş. O da yaş deyil. Yəni, ruhən qəlbinizi necə hiss eləyirsinizsə, əziz xanımlar, siz bax o yaşdasınız. Vallahi söz deyirəm, artıq elə bir yaşa gəlmişəm ki, artıq onu təcrübəmdən keçirtmişəm. Bəli, doğrudur. Etiket ona deyir ki, hətta münasibətlərdə, ilk görüşlərdə eko münasibətlər, eko görüşlər keçmək lazımdır. Xoşuma gəldi. Və təmiz, yəni heç bir vaciblik hissi yükləmədən, gözlənti olmadan, sadəcə müşahidəçi rol olaraq iştirak etsək və qarşıdakı insanın necə biri olduğunu çox asan başa düşə bilərik. Müşahidəçi biri olsa. Xanım, çox sağ olun. Nə qəşəng bugün məlumatlandırdınız bizi. İstəyirsiniz əyləşərək söhbətimizi davam etdirək. Amma bir məqam var. O bayaq o piləkən məsələsi hələ də ağlımdadır. İndi bu avtomobildən endim. Hə?
indi bəy öndəmi getməlidir, mən arxada? Mən yəni özümü misal çəkirəm də, indi məcburiyyətdə. Bir əli cənab xanımı qarşıya buraxır, amma restorana əgər xanım öndə qalxmalıdır. Əgər restorana giririksə, birinci cənab restorana girməlidir. Təhlükəsizlik baxımından bəli, qapını açmalıdır, birinci məkana daxil olmalıdır. Öncədən rezerv etməlidir mütləq şəkildə, masanı tapmalıdır, xanımı ora dəvət edib, onun stulunu çəkib ona kömək etməlidir. Aha, seçimi edirik və ən kulminasiya nöqtəsi, söhbətimiz də çox gözəl keçib, artıq ödəniş etmək vaxtıdır. Bəyim etməlidir, yoxsa xanım etməlidir? Çünki müasir zamanda artıq bilirsiniz də çox dəyişib hesabı kim çağırırsa, o da ödəyir. Belə bir məqam var. Verilişdən sonra etiket qaydaları üzrə, dəyərli dostlar, bir daha bu mövzunu biz geniş müzakirə edəcəyik. Həqiqətən də mövzumuz çox maraqlıdır. Qızlar, ümumiyyətlə, hər həftə sonları çox maraqlı keçir bizdə. Bir-birindən gözəl istedadlı xanımlarımız proqramımızın qonağı olur. Bunu artıq hər dəfə söyləyirəm və düşünürəm ki, təkrar da deyəcəm. Və bu məqamda bizim dəyərli əməkdaşımız Aynur Hökmürəvanın çox maraqlı bir müsahibəsini sizə təqdim edəcəm. Deməli, Nilufər Şükürova haqqında yəqin ki, son günlər çox eşitmişsiniz. Bizim gənc şagirdlərimizdəndir. Yüksək balla dünyanın ən nüfuzlu universitetinə qəbul olunub və onun adına həqiqətən də çox sevinirəm. Ümumiyyətlə, bu uğura gedən yol hardan başlayır? Bax, bütün bu suallara Aynur özü məhz qarşı tərəfdən sualları cavablandırıb və cavablarını da alacaq. Buyurun, bərabər müsahibəni izləyirik. İllik təhsil haqqı 82 min dollar olan və dünya reytinqində ön sıralarda yer alan Envayo Şanxay Universitetinə 72 min dollarla qazanan ilk Azərbaycanlıdır. Onun bu uğuru təsadüfi deyil. Mən uşaqlıqdan, belə deyək, çox kreativ bir uşaq olmuşam. Kreativliklə baxmayaraq da çox belə hər şeyə marağı olan uşaq olmuşam. Yəni, bütün özümdən böyük, kiçik, hamı ilə danışmağı sevmişəm, hamı ilə sual soruşmağı, söhbət aparmağı çox sevən birisi olmuşam. Dərsdən kənar ən çox sevdiyim şeylərdən biri kitab oxumaqdır. Bədii kitabları çox sevən birisiyəm. Əlavə olaraq musiqi dinləməyi çox sevirəm və rəfiqələrimlə vaxt keçirməyi. O, həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə müxtəlif mükafatlara və uğurlara imza atıb. Amerikada oxumağı çox istəmişdim. Yəni, New York Universitetinin əsasında böyük arzuladığım universitet olub. Amma ki, bu axır vaxtlar, axır 1-2 ildə ki, ciddi ailəmlə oturub fikirləşəndə gördük ki, Çin yüksələn ölkələrdən biridir. Və onunla əlavə də NYU Şanxay, yəni mənim gediyim universitetdə bütün xarici tələbələr, Çin dilini bilməyən xarici tələbələrə Çin dilini öyrədirlər. Və mən də fikirləşdim ki, bu mənə gələcəkdə iş sahəsində çox böyük bir fürsət olar. Mən həmişə belə ailəmdə də danışanda demişik ki, mən bir cür qlobal bir insanım deyə bilərik. Mən uşaqlıqdan birinci, yəni Bakıdan getmişik, Amerikada biraz yaşamışıq, ondan sonra getmişik Belçikada, ondan sonra qayıtmışıq bura. İndi də gedəcəm dünyanın tam o başına, Amerikadan başlayıb Çinə gedəcəm. Yemək mövzusunda mən ümumiyyətlə belə çox seçici bir insanam, hər yeməyi belə bəyənmirəm. Amma ki, o barədə belə heç bir qorxum falan yoxdur ki, Çində nə yeyəcəm, elə bir qorxum yoxdur. Çünki kampusun özündə 2 dənə yeməkxana var, orada bütün dünyanın hər tərəfindən halal yeməkdən tutmuş hər cür yemək var. Universitet təhsilimi bitirəndən sonra Azərbaycana dönüb çalışmaq istəyərəm. O da yenə dediyim kimi hamısı universitetdə dərslərim necə gedir, universitet həyatım necə gedir və məni hara yönələcək ondan asılıdır. Nilufər Şükürova gələcək təhsil yolunu hələ uşaqlıqdan müəyyənləşdirib. Bugün isə onun keçdiyi yol bir çox gənc üçün motivasiyadır. Mənə maraqlıdır ki, burada olan mükafatların hər biri universitetin şərtləri idi deyə, o bacarıqlar universitet üçün istənilirdi deyə müraciət edin, yoxsa özün sadəcə bu, necə deyim, bu özünün istəyi idi bu uğurlar əldə etmək? Həm belə deyək ki, özüm bu belə fəaliyyətlərə çox maraqlım olub, həmişə belə bu yarışmalardır falan çox özümün maraqlım olub. Həm də ki, yəni universitetlər də əsasında Amerikan universitetləri bu fəaliyyətləri çox önəm verir. Çünki yəni dediyim kimi onlar əsas sənin insan profilinə baxırlar. Sən necə bir insansan, onların kampusunda nələr gətirə bilərsən? Onun həmyaşıdlarına tövsiyəsi də var.
dərs oxuyanda, universitetlərə hazırlaşanda, yəni təkcə bu universitetə girim üçün yəni çalışmaq deyil, bu imtahanda yaxşı nəticə toplamaq üçün çalışmaq deyil. Gərək yəni öz inkişafı üçün, gərək öz bilik əldə etmək üçün çalışasın həmişə. Nilüfərə halal olsun deyirik, hətta bütün xanımlarımız, hətta alqışlayırıq və onun qismində bütün gənclərimizə uğurlar arzulamaq istəyirəm. Təhsil bizim üçün çox önəmlidir və həqiqətən də dünyaya açılan qapılar məhz təhsildən başlayır. Odur ki, nə deyim, bol-bol oxuyun, dünyanı kəşf eləyin və kim bilir, bəlkə günlərin bir günü siz də bizim qonağımız oldunuz. Elə deyil, əziz xanımlar. Və hər birinizdən bir fikir almaq istəyəcəm bizi izləyən izləyicilərimiz üçün. Bəlkə kimsə hansısa bir işin, belə deyək də, işdən başlamaq istəyir, amma bu işi necə etsin, nədən başlasın, uğura gedən yol haradan başlayır? Hər əlinizdən qısa-qısa bir fikir almaq istəyəcəm. İlk növbədə içlərindəki o hissi dinləsinlər və ətrafı yox, öz içlərini dinləsinlər. Mən düşünürəm, insanın öz içərisindəki olan hiss bir siqnaldır gələcək üçün və onun üzərində yorulmadan çalışsınlar. Hər zaman düşə də bilərik, qalxa da bilərik. Heç zaman belə deyək, həyat bir ziqzaqdan ibarətdir. Qəlbimizin belə görürsünüz ki, siqnalları belə-belə bir xəttlərlə də həyatımız da belədir. Bəlkə bugünkü gün bu xanımlar və hamımız bir yerdə baxırlar, deyirlər ki, vau, necə bir yerlərə gəliblər. Amma bu yerlər üçün nə qədər əziyyətlər çəkilib, nə qədər yuxusuz gecələr olunsun, nələrdən keçirilib, nələrdən itirmişik biz. Yəni, bu şeyləri qəbullanıb və bununla davam eləsinlər. Heç zaman yorulmasınlar, heç zaman ümidlərini itirməsinlər. Mən hər bir xanımımıza sevinərəm ki, uğurları bol olsun. Azərbaycan xanımlar həqiqətən sevilməyə, hörmət göstərilməyə layiqli qadınlardır. Çox sağ olun. Mən sizi tamamilə dəstəkləyirəm. Xanım, sizi eşidək. Əgər mən özümü dəyərli hiss etmək istəyirəmsə, dünya ilə dəyərli münasibətlər qurmalıyam, insanlarla dəyərli münasibətlər qurmalıyam və düşünürəm ki, etiket qaydaları bu dəyərli münasibətləri qurmaq üçün bizə kömək edir. Xanımlarımıza və cənablarımıza ilk görüşdə etiket qaydalarını oxumağı, öyrənməyi tövsiyə edərəm. Çünki çox asanlaşdırır və həyəcanı azaldır. Düşünürəm ki, həyəcan azalan yerdə isə səmimiyyət də olur. Təşəkkür edirik.